Salam herkese. Bugünkü vloguma da hoş geldiniz. Burada yollanırıq markete. Bugün için yoldaşım mənə söz verib ki, kuzu ciğer pişirəcəyik və görüşüb yoldaşımla Miqasda süpermarkete gəlirik. Burada yollanırıq. Əsas məsələmiz ciğer almaqda gedir. Burada ciğeri almağa. Miqasda hər şey yenidir. İstədiyinizi ala bilərsiniz. Hər çeşiddə məhsullar var. Ciğerimizi seçib götürürük. İndi isə yollanırıq lavaşla. Göyərti almağa təbii ki. Ciğerin yanına en güzel lavaş ve göyərti yaraşar. Burada lavaşımızı seçmeye başlayaraq. Burada biz seçdiyimiz kebab lavaşı var idi. Yoldaşım burada indidən necə hazırlayacağını düşünür. Lavaşımızı da aldı. Yollanırıq göyərtilərimizi seçmeye. Hamısı yeni və çox yaxşı idi. Bizə seçirik özümüz üçün lazım olan göyərtiləri. Aha, burada bir dənə də reyhan alırıq. Təbii ki, bu istidə sərin içkilər almasaq olmazdı. Hamısı endirimdədir. Biz Qızılquyunun reyhanlısını çox sevirik və yenə onu alırıq. İndi isə mən yoldaşıma kiçik bir süfrə hazırlamaq istədim. Onun üçün bəzi ərzaqlar lazımdır. Gəlmişik balıq şöbəsinə. Çox dadlı balıqlar var idi. Hamısı yeni. Qiymətləri də çox münasib. Bizə lazım olan balığı götürdük. Burada biraz seçim arasında qalmışıq. Ən yaxşısını seçməyə çalışırıq. Təbii ki, hamısı keyfiyyətli və hamısı yeni məhsul idi. Artıq burada seçib yollanırıq digər məhsulları almağa. Artıq burada yollandıq kasaya. Aldığımız məhsulları kasaya vurub ödənişini edib yoldaşım evə yollanacaq. Mən isə işə tələsirəm, işə gedəcəm. Axşamı səbirsizliklə gözləyirəm. Burada artıq yola düşdük və bizi izlədiyiniz üçün təşəkkür edirəm. Part 2-də kuzu ciğerinin pişməsini sizə göstərəcəm. Bu mənim ilk vlogum idi. Bəyənib abunə olsanız sevinərəm. Hələlik.